12 illik axtarışların nəticə vermədiyi bir hadisə. Hava limanından necə işsiz yoxa çıxmaq olar? Nə görən var, nə eşidən, nə də bir iz. Gəlin hekayənin əvvəlinə gedək. 2014-cü il, Varna şəhəri, Bolqarıstan. Lars Mittank adlı Alman vətəndaşı dostları ilə birlikdə istirahətə Bolqaristana gedir. Tətilin son günü gecə klubunda kiçik mübahisə yaranır və Lars qulağından zədə alır. Bura qədər ciddi bir şey yoxdur. Ancaq hər şey bu zədədən sonra başlayır. Həkimlər Larsın təyyarəyə minməsinə icazə vermir. Təzyiq qulağına ciddi zərər verə bilərdi. Uçuş bir neçə gün sonraya saxlanılır. Dostları gedir, Lars isə tək qalır. Hər şey bundan sonra daha da qəlizləşir. Tək qaldığı müddətdə ailəsinə tez-tez "məni izləyirlər, məni öldürəcəklər" kimi mesajlar göndərməyə başlayır. Davamlı şəkildə ailəsinə qorxduğunu və izləndiyini deyir. Ailəsi çox narahat olur. Çünki Lars sakit həyat tərzi olan, heç bir psixoloji problemi olmayan bir gənc idi. Nəhayət, Lars uçuş üçün hava limanına gəlir. Həkim otağında yoxlanış zamanı anidən ayağa qalxır və hava limanının içində arxasına baxa-baxa qaçmağa başlayır. Bu görüntülər təhlükəsizlik kameralarında aydın şəkildə görünür. Lars birdən-birə telefonunu və çiynindəki çantasını yerə atıb hava limanından çıxır. İnsanlar təəccüblə arxasınca baxıb Larsı çağırır. Ancaq Larsın dayanmaq fikri yoxdur. Limanın arxasındakı meşəlik əraziyə tərəf dayanmadan arxasına baxa-baxa qaçır və gözdən itir. Əvvəlcə bunun dərmanların təsirindən yaranmış keçici psixi pozuntu olduğu düşünülür. Ancaq günlərlə axtarış nəticə vermir. Artıq 12 ildir ki, Larsdan heç bir məlumat yoxdur. Dronlar, helikopterlər, xüsusi təlim görmüş itlər aylarla axtarışı davam etdirir. Almaniyadan xüsusi detektivlər gəlir, Lars sanki qeybət çəkilmişdi. Əslində qaçdığı meşə vəhşi meşə deyildi, əsasən kolluq və kiçik ağaclarla əhatə olunmuşdu. Meşənin sonrası isə seyrək yaşayış yeri idi. Bu necə ola bilərdi? Larsın hava limanında atdığı çantadan bankkartları, sənədləri və pasportu çıxmışdı. Yəni Lars heç nəsiz idi. İllər ərzində davam edən axtarışlar bir neçə versiya yaratdı. Bolqarlar onun cəsus olduğunu, hər şeyin planlı olduğunu və Bolqar torpaqlarında fərqli ad altında olacağını deyirdi. Kimisi qəbul etdiyi dərmanların psixi problemlərə səbəb olduğunu bildirirdi. Ancaq bu ən zəif ehtimal hesab olunur. Almanlar onun meşənin arxasındakı 100 kilometr uzaqda Qaradəniz sahilinə çatıb dənizdə itdiyini irəli sürürdü. Ancaq heç bir versiyaya aid ən kiçik iz belə tapılmamışdı. Lars Mittank müasir dövrün ən qəribə hadisələrindən biri kimi tarixə düşdü. Bəs sizcə Larsın başına nə gəlmiş ola bilər?